Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycan Yazıçılar Birliyinin və Ağstafa rayon Ağsaqqallar Şurasının üzvü şair Qurban Həmdoğlu 78 yaşında vəfat edib. Xəbər verilir ki, bu barədə onun yaxınları kanalımıza məlumat verib. Mərhum Ağstafa rayonunda dəfn olunub. Xatırladaq ki, Nəbiyev Qurban Həmdoğlu 1947-ci ilin 30 oktyabrında Ağstafa rayonunun Muğamlı kəndində müəllim arasında anadan olub. İxtisasca mühəndis olan sənət adamı ailəli idi, 2 qız və 1 oğul övladı var. Onun şair niyə qocalmısan, kövrək olur şair qəlbi, poeziya mənim həyatımdır və son olaraq 2021-ci ildə 2 cilddən ibarət ümumilikdə 5 kitabı işi gözü görür. Allah rəhmət eləsin, əzlərinin yaxınlarına səbir diləyirik.